Bu hafta sonunda hem de bayram günü, ona göre de şəhər çox kalabalıktı. Üstə gəl də yetərincə boz buludlar ətrafı alıb, necə ki yağışlı bir havaya oyanmışdım, elə də növbəti mərhələnin yağışlı olacağını düşünürəm. Saat verə bilmərəm, yəqin ki 8-dən sonra dəqiq yağar. Havanın qaralmağa doğru oldu. Zaten yarım saat qalıb. Dondurma yükselişleri. Pamuk şeker. Ətrafda hər yerdə hicablar var, eyni də açıq geyimlilər. Rəngarəngliyin bir-birini əvəz etdiyi harmoniya halında ətrafda gəzənlərə sunulduğu bir ab-ı hava. Yine hər yer sürətli bir hərəkət içindədir. Güneş çoxdan gizlənir. Zaten havasız bir yer idi. O tərəflər bayaqdan gəzib gəldikcə bura. Port Bakudan Dəniz Mola doğru. Burada isə biraz sərinlik hal-hazırda var. Və çok uşaqlar sevinir. Mənim zayətqam azdır. Onlar belə günlərdə gəzməyə çıxanda. Belə günlərdə, özəl günlərdə mən adi günlərin koşturmacasını axtarım nə mənada. Həm adi günlər kalabalık çox müşahidə olunmur. Əslində hərəkətli kalabalık hər zaman var. Sadəcə olaraq istirahət günlərində istər-istəməz müəyyən fərqli özünü göstərməlidir. Buna uyğun olaraq da başqa yerdə görünən çeşidlilik, eynilə də artıq qiymətdə olan fərqlər, keyfiyyətin düşüşündən heç danışmıram, çünki o barədə danışmağa icazə verilmir binalarda. Kimlərsə qəzəbinə istəmirsənsə tuş gəlmə, o mövzulardan uzaq durmalısan. Her şey güllük gülistanlıq kimi davam edilmiş imitasiya yaratmalısan, xoşbəxtliyin imitasiyasını. Bir də dəliliyin, o da mütləqdir, çünki olmadan olmur. Ən çox üstünlük verilən yaz rəngləri göz oxşayır və gözü dincəldir.